Sinüs 4x bərabərdir 1 tənliyin 0 pi parçasındakı köklərinin sayını tapın. Sinüs 4x bərabərdir 1. Burada xüsusi hal olduğu üçün 4x bərabərdir pi bölünsün 2 plus 2 pi k. Və x də bərabərdir hər tərəfi 4'ə böldüyümüz üçün pi bölünsün 8 plus pi k bölünsün 2. K'ya -1, k'ya 0 və k'ya 1 və k'ya 2 olaraq qiymətlər versək, baxaq 0 pi parçasında. Əgər k -1 olarsa, burada biz mənfi cavab alırıq, yəni pi böl 8 çıxılsın pi böl 2. Bu da bizə verir mənfi. Deməli, 4'ə vursaq mənfi 3 pi bölünsün 8 alırıq. Yəni mənfi qiymət verir. Ona görə də k bərabərdir -1 halı ödəmir. K bərabərdir 0 olduqda bir dənə kökümüz var. Yəni x1 bərabərdir pi böl 8. K'ya deməli burada ödənir. K bərabərdir 1 olduqda pi böl 8 plus pi k, daha doğrusu pi bölünsün 2. Bu da bizə verir 5 pi bölünsün 8. Yəni bu da pi'dən kiçik olduğu üçün, 0'dan böyük və pi'dən kiçik olduğu üçün bu da ikinci bir kökdür. Deməli ödəyir. K bərabərdir 2 olduqda isə yəni bu parçaya daxil olmadığı üçün, yəni pi'dən böyük qiymət verir. Ona görə də sadəcə 2 dənə kökü alınır.